Yaxşısı budur da xoş gördük. Öyrənmə, mühakimə etmə, qərar vermə kimi bacarıqları simulyasiya edən süni intellekt haqqında araşdırma aparmışıq. Süni intellekt strategiyasının qəbul edilməsinin hansı faydalı tərəfləri olacaq deyirsinizsə, diqqətiniz bizdə olsun. Süni intellekt nədir? Onun tarixi neçənci ilə təsadüf edir? Süni intellektin neçə növü var? Əsasən hansı sahələrdə daha çox ondan istifadə olunur? İnsan emosiya və instinktlərini simulyasiya edə bilən süni intellekt bizə kim olduğumuzu daha dərindən anlamağa kömək edə biləcəkmi? Süni intellekt gələcəkdə yaradıcı insanları sıradan çıxara bilər? Süni intellekti necə öyrətmək olar? Məşhur qonağımız hansı klipində süni intellektdən istifadə edib? Bütün bu və daha maraqlı suallara cavab az sonra yaxşısı budur da. Süni intellekt maşınların və sistemlərin insanın ağlına ehtiyacı olan vəzifələri yerinə yetirmək qabiliyyətinə verilən addır. İnteqrasiya olunmuş bu texnologiya hər kəsin həyatını dəyişdirə biləcək bir potensiala sahibdir. Süni intellekt deyilən bir qavram da əslində intellekt qavramından yaranıbdır, insan zəkasından. İnsan intellektinin, insan zəkasının məhz süniləşdirilmiş forması və maşınlar tərəfindən icra olunan formasıdır. Təbii ki, bunun fəlsəfi yanaşması tamamilə fərqlidir və məsələ uzana gedir. Çünki insan zəkası ilə süni intellekti müqayisə edəndə müxtəlif faktorları dəyərləndirmək lazımdır. Məsələn, bəzən maşınların hesablama gücü insan zəkasından daha üstün olur, amma insanın da yaradıcı faktoru bəzən süni intellekti qabaqlayır. Bu dəqiqə müasir süni intellekt modelləri birbaşa insan yaradıcılığına referans olaraq əsas götürülərək çalışırlar. Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə John McCarthy tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti maşınları intellektual etmək elmi və mühəndisliyi adlandırıb. Süni intellektin tarixi birbaşa texnologiyaların həyatımıza daxil olması ilə və yüksək hesablama gücünə sahib olan maşınların yaradılması ilə başladı və bunun ilk modelləri əslində Garri Kasparovun şahmatda IBM-in Deep Blue maşınına uduzması ilə başlamışdı. Artıq süni intellekt səviyyəsində də gəldi. Müxtəlif oyunları oynaya bilən süni intellektlər yaradılırdı. Məsələn, bu şahmat olsun, Go oyunu olsun və burada artıq məhz maşınlar intellekt qazanaraq hesablama gücünə əsaslanaraq insanların gedişini əvvəlcədən təxmin edir və yaxud da ki, insanların təxmin eləyə biləcəyi növbəti gedişlərdən daha çox gediş təxmin eləyə bilirdi riyazi alqoritmlər əsasında və hesablama gücü sayəsində artıq biz gördük ki, 2000-lərdə, 1900-ün sonlarında, 90-cı illərin sonlarında artıq maşınlar yavaş-yavaş intellekt qazanıb birbaşa insanları məğlub eləyə bildilər. Süni intellektin müxtəlif növləri ilə bağlı yanaşma Michigan Dövlət Universitetinin inteqrativ biologiya və kompüter elmləri və mühəndisliyi üzrə dosent Arend Hinteziyə məxsusdur. O, süni intellektin 4 növünü fərqləndirir. Reaktiv maşınlar, məhdud yaddaş, zəka nəzəriyyəsi, özünü dərk etmə. Bəs bizim ekspertimiz bu haqda nə deyir? Süni intellektin tətbiq sahəsi məhdud deyil və istənilən sahədə insanın görə biləcəyi əqli işlərin hər birini əvəzləmək potensialına malikdir. Yəni, bu günə qədər biz maşınları insanın fiziki əməyini əvəzlədiyini görürdük. Artıq bu, süni intellekt səviyyəsində əqli əməyini də əvəzləməyə keçib. Süni intellekt maşın öyrənməsi öz məlumatları əsasında daha obyektiv qərarlar verə bilir, daha növbəti hadisəni görə biləcək qərarlar verə bilir. Bu da həm şəhər təhlükəsizliyini artırır, həm mikromobillik vasitələrinin inkişafına gətirib çıxardır, şəhərdə sıxlığı azaldır. Yəni, gələcək bu istiqamətdə davam edəcək deyə düşünürəm. Tətbiq sahəsi istər tibb olsun, istər təhsil olsun, jurnalistika olsun, ictimai yaşayış olsun, bütün sahələrdə süni intellekt hal-hazırda tam olaraq inteqrasiyaya hazır vəziyyətdədir. Son günlər ölkəmizdə süni intellekt istifadəçilərinin sayı artıb. Bununla bağlı ölkə başçısının Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası sərəncamı təsdiq olunub. Süni intellekt strategiyası sadəcə bir sənəd deyil. Bu strategiya gələcəyə uzanan bir körpü, bir çağırış, bir fürsətdir. Bu, dövlətin və cəmiyyətin ortaq vizyonla hərəkət etdiyi, insan potensialına güvəndiyi və texnologiyanı milli maraqlara xidmət edən gücə çevirməyi hədəflədiyi böyük bir dönüş nöqtəsidir. Bu, bizim gələcək nəsillərə verəcəyimiz ən dəyərli miraslardan biri ola bilər.
strategiyanın məqsədi süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi ilə ölkənin sosial-iqtisadi inkişafına dəstək olmaq və eyni zamanda texnoloji beynəlxalq imicinin möhkəmləndirilməsi və qlobal rəqabətdə üstünlük əldə etməsinə dəstək olmaqdır. Və eyni zamanda onu da qeyd edim ki, strategiyanın məqsədi ölkədə süni intellekt ekosisteminin inkişafı və təkmilləşdirilməsi və eyni zamanda ölkənin texnoloji suverenliyinin möhkəmləndirilməsi məqsədini daşıyır. Əsas məqsəd burada ölkənin süni intellekt infrastrukturunu və altyapısının formalaşdırılması, kadr potensialının artırılmasıdır. Yəni bu süni intellekt konsepsiyasını Azərbaycan yeni bir süni intellekt modeli yaradır, bura küllü miqdarda vəsait ayıracaq modeli kimi dəyərləndirmək olmaz. Azərbaycan burada sadəcə altyapını hazırlayır, bizneslərə, startaplara şərait yaradır, kadr potensialını inkişaf elətdirir, insanlara süni intellekt əllərinin əlçatanlığını təmin edir, maarifləndirir və eyni zamanda etik hüquqi normativ bazasını hazırlayır. Bunun həm etik, həm hüquqi tərəfləri var. Çünki süni intellekt məzmunlarından istifadə etməklə insanları təhdid altına salmaq olar, əqli mülkiyyəti tapdalamaq olar, insanların işini əlindən almaq olar. Bunun həm etik, həm hüquqi tərəfləri var ki, bunun da hazırlanması nəzərdə tutulur bizim yeni süni intellekt modelində. Bir çox inkişaf etmiş ölkələrdə süni intellektlə bağlı təhsil ocaqlarında müxtəlif fakültələr var. Bəs bizdə necədir vəziyyət? Bu gözlənilir? İstiqamət olaraq müəyyənləşdirmişik ki, süni intellekt üzrə bilik və bacarıqların formalaşdırılması. Orada 5 tədbirin icrası nəzərdə tutulub. O tədbirlərdən biri universitetlərlə birlikdə süni intellekt sahəsində fəaliyyətlərdir ki, bu universitetlərdə müvafiq kadr potensialının formalaşdırılması, müvafiq ixtisasların açılması və s. nəzərdə tutulub. Burada bu tədbir çərçivəsində universitetlərlə sıx əlaqə qurularaq bu proseslər icra olunacaq. Təsəvvür eləyin, bir vaxtlar fantastik filmlərdə gördüyümüz süni intellekt bugün həyatımızın bir parçasına çevrilib. O, artıq gələcəkdədir demirik, bugün bizimlədir. Rəqabət başlayıb, biz kənarda qala bilmərik. Dünyada texnologiya üzrə yarış sürətlə davam edir. Region ölkələri konkret addımlar atır, resurs ayırır, hüquqi çərçivələr qurur. Bu strategiya ilə biz rəqəmsal yarışda öz yerimizi müəyyən etmək, yolumuzu seçmək və liderliyə iddia etmək imkanını əldə edəcəyik. Bu artıq seçim yox, zərurətdir. Strategiya çərçivəsində 4 istiqamət üzrə 15 tədbirin icrası nəzərdə tutulub. İlkin olaraq süni intellektin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsi istiqamətidir ki, bu istiqamətdə süni intellekt istiqaməti üzrə normativ hüquqi bazanın formalaşdırılması, ölkədə bu sahə üzrə standartların müəyyən edilməsi, eyni zamanda dövlət orqanları ilə birlikdə ölkə üçün prioritet olan sahələrin müəyyənləşdirilməsi və dövlət orqanlarının süni intellekt sahəsində fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub. Digər bir istiqamət məlumat bazasının inkişafı və infrastrukturun formalaşdırılmasıdır ki, bu istiqamət üzrə də ilk olaraq yüksək səviyyəli hesablanan infrastrukturun qurulması və eyni zamanda təbii dil emalı üzrə fəaliyyətlərin icrası nəzərdə tutulub. Digər bir istiqamət süni intellekt üzrə kadr potensialının və bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətidir ki, bu istiqamət üzrə ölkədə kadr potensialının inkişafı üzrə müxtəlif tədbirlərin icrası nəzərdə tutulub. Dünya süni intellektlə yanaşı yeni risklərlə də qarşı-qarşıyadır. Kiber təhlükələr, deepfake, dezinformasiya. Bəs Azərbaycan bu strategiya ilə kiber müdafiə sistemlərini gücləndirə biləcək, vətəndaşların məlumatlarının məxfiliyini qoruya biləcəyik? Süni intellektin tətbiqi sosial və iqtisadi çox böyük üstünlüklər qazandırsa da, eyni zamanda qeyd etdiyiniz kimi bu kiber təhlükəsizlik sahəsində riskləri daha da artırıb. Bu baxımından ilk öncə bununla bağlı etik qaydaların müəyyənləşdirilməsi, bununla bağlı normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. Paralelində vətəndaşların, ümumiyyətlə cəmiyyətin süni intellektə hazırlığı, bu barədə məlumatlılığının genişləndirilməsi, bundan yarana biləcək təhlükələrə qarşı özünün qorunmasına bağlı tədbirlərin icrası nəzərdə tutulub ki, bu sahədə vətəndaşların maarifləndirilməsi, onların sahəvi biliklərinin artırılması nəzərdə tutulur. Kiber dələduzluqlarda daha çox biz görürük ki, dələduzluq tərəfində süni intellektdən hal-hazırda Azərbaycanda da aktiv istifadə edirlər. Bu üzün klonlanmasıdır, deepfake videoların yayılmasıdır, səsin klonlanmasıdır, birəbir
eyniləşdirilmiş dövlətdə vəzifədə çalışan şəxslərin üzərində bunu həyata keçirirlər və insanlara bu məlumatı ötürüb müəyyən dələduzluqlarda istifadə edirlər. Təbii ki, bunun təhlükəli tərəfləri inkişaf etdikcə buna qarşı olan süni intellektlər də inkişaf edirlər. Məsələn, həmin deepfake videolarını ortaya çıxardan süni intellektlər var, həmin səs yazılarını, klonlaşmış səs yazılarını ortaya çıxardan süni intellektlər var. Sizin mətni ChatGPT-yə və yaxud da ki, hansısa bir süni intellekt alətinə yazdırıb yazdırmadığınızı müəyyən edən süni intellektlər var. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Dünyada ilk süni intellekt vətəndaşı Sofiya 2017-ci ildə Səudiyyə Ərəbistandan vətəndaşlıq alıb. 2019-cu ildə isə süni intellekt tərəfindən dizayn edilmiş geyimlər New York Moda həftəsində nümayiş olunub. Как я могу помочь? İstəsək də, istəməsək də süni intellekt həyatımıza Siri və Alexa kimi səsli köməkçiləri, özü idarə olunan avtomobilləri daxil edib. Bəs maraqlıdır, yaradıcı insanları, musiqiçini, rəssamı, hətta yazıçını belə süni intellekt sıradan çıxara biləcək. İnsan yaradıcılığına, insanın zəkasına həmişə ehtiyac var. Tamamilə bir işi sıradan çıxardacaq, bu da yanlış fikirdir. Yenə də orada insan əməyinə, insan faktoruna, insan yaradıcılığından istifadə olunacaq. İş yerlərini azaldacaq mı? Bəli, azaldacaq. Hansı adamlar işlərini itirəcək? O adamlar ki, onlar belə deyək, süni intellektlə məşğul olmurlar, istifadə edə bilmirlər və yavaş-yavaş onlar belə deyək, şirkətlərdən, qurumlardan kənarlaşacaqlar. Amma bu da yaxın gələcəyin belə deyək, işi deyil. Yəni bu 5 ildə də ola bilər, 10 ildə də ola bilər, bəzi cəmiyyətlərdə daha çox il ala bilər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Süni intellekt 2016-cı ildə Lil Miguela adlı tamamilə virtual influencer yaradıb. Musiqiçi, model, aktivist kimi tanınan xanımı 3 milyona yaxın insan izləyir. Real insana daha çox bənzəyən Miguela 2018-ci ildə sosial şəbəkə hesabından "Mən real deyiləm" yazaraq izləyicilərini şoka salıb. Onun real məşhur insanlarla olan fotoları bəzən izləyicilərində çaşqınlıq yaradır. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında ölkəmizdə ilk süni intellekt vasitəsilə klip ərsəyə gətirən Səma Həşimli və Elvin Nasirdir qonağım. Necəsiz, xoş gördüm sizi. Çox sağ olun, siz necəsiz? Yaxşı olasınız. Mövzumuz süni intellektdir. Siz də ilk klip ərsəyə gətirən insansınız süni intellektlə. Necə oldu bu iş ərsəyə gəldi? İlk Flux dəstəkli, yəni gerçəkçi deyirlər buna. Azərbaycanda məndən qabaq Nura xanım bir klip paylaşmışdı süni intellektdən. Fərqi nədə idi? Nura xanım paylaşdığı daha çox animasiya yönümlü idi. Amma sırf Flux dəstəyi ilə, yəni gerçəkçi bir şəkildən videoya çevirmə yolu ilə bu ilk dəfə idi Azərbaycanda bizdə idi və biz Aygün Kazımovalı 2 gün qabaqladıq. Mahnı yazdıranda mən Elvinə soruşdum ki, bəs klip necə eləyəcək? Dedi ki, narahat olma, qəşəng olacaq, çəkiləcəyi belə elə deməmişdi mən süni intellektlə olacaq. Sürprizi var idi. Hə. Deməli, mahnını yazdırmışıq, getmişəm evə, bir həftə Elvindən səs çıxmır, 2 həftə Elvinin səsi çıxmır, 3 həftə yoxdur. Hardasa bir müddətdən sonra dedi ki, bəs mən sürpriz eləyəcəkdim sənə, süni intellektlə çəkmişəm o yan bu yan. Heç nə sonra atdı mənə, baxdım, dedim əla. Heç nə, kadrlara baxdıq bir yerdə, seçdik, qərara gəldik. Mən o klipi çəkməyi real, yəni rejissorla, operatorla çəkməyə qərarlaşdırsaydım, işıqçılar və s. yəni set 10 min, 20 min manat hardasa belə bir xərci olacaqdı, bəli. Amma 9 fərqli süni intellekt modelindən mən istifadə elədim. Ümumilikdə $300 xərc çıxdı. Yəni o məbləğ xarab, bu məbləğ xarab. Bu baxımdan çox yaxşıdır. Amma mənfi tərəfləri nədən ibarətdir? Məsələn, mənim daimi olaraq işlədiyim bir klipmaker dostum var idi ki, hansı ki, bütün kliplər onunla işləyirdik. O özü sonra yazıb ki, deyəsən biz getdikdə, yəni artıq biz yoxuq. Və orada işıqçılar, həmin o komanda hansılar ki, setdə işləyirlər, onlar artıq həm Azərbaycanda, indi Azərbaycan yeni gəlir də, dünyada artıq onlar öz işini itirməyə doğru gedirlər. Başqa bir tərəfini deyim ki,
süni intellekt real çəkilişin yerini verirmi? Xeyr, vermir. Mən özüm də düşünürəm ki, məsələn, bu yaxınlarda süni intellektdən hansısa bir qısa film eləyim və yaxud bir film eləyim. Bu olacaqmı? Olacaq, bəli. Amma həmin effekti verəcəkmi? Xeyr. Çünki insani duyğuları süni intellekt cizgilərlə göstərə bilmir. Hər nə qədər göstərsə belə, o kodlaşdırma ilə olsa belə, yenə də gəlib o gerçəkçi kadrı almaq olmayacaq da, yəni mümkün olmayacaq. Amma mənfi tərəfləri yəni çoxdur və bu dəqiqədə dünyada yəni bir çox insan, yüz minlərlə insan artıq işini itirib. Bu YouTube platformasına da aiddir. Biz əvvəl məsələn YouTube'a yazanda hansısa bir problemlə bağlı orada hansısa bir mütəxəssislə danışırdıqsa artıq biz orada süni intellektlə danışırıq. Orada işçilər artıq yoxdur. Onların əvəzində süni intellekt orada çalışır. İfanız deyərdim ki, çox möhtəşəmdir. İnsan dinləyəndə həqiqətən də duyğulanır. Amma baxanda görürsən ki, nəsə o deyil. Nəsə o deyil. Hissləri tam hələ çatdıra bilmir süni intellekt. Mütləq. Çünki süni intellektin burada birincisi dil bilgisi məsələsi var. Biz süni intellektdə mahnının sözlərini yazsaq belə, məsələn, bizdə ədəbiyyat çox dərindir də. Bu süni intellektin o ədəbiyyatı anlamaq, onu qavramaq qabiliyyəti yoxdur ki, ona uyğun bir prompt yazsın və oradakı həmin o modeli, həmin o prompta uyğun cizgiləsin. Mümkündür. Sadəcə quru bir təsvir var ortada. Oxşada bilirmi? Bəli, real Elvini oradakını oxşadır və səmanı bənzədə bilir. Amma ona hiss verə bilirmi, duyğu verə bilirmi? Xeyr, mümkün deyil. Yəni, bu başqa bir obraz üzərində də bunu düşünmürəm ki, yaxın gələcəkdə də onlar bunu eləyə bilsinlər. Bəzi, məsələn, ağlamaq, gülmək və s. kimi bəsitdə belə deyim, çox istifadə olunan hissləri hardasa verə bilər, amma tam şəkildə o üz cizgilərini heç vaxt yəni, düşünmürəm ki, olacaq. Hissləri çatdıra bilməz, mən də elə düşünürəm. Süni intellektin başqa bir modeli də var ki, hansı ki, o həm mahnını bəstələyir, həm də ifa eləyir. Və çox güman ki, mən gələcəkdə səmanı da süni intellektlə əvəz edəcəm. Artıq ehtiyac olmayacaq. Təəssüf ki, süni intellektin bu mənfi xüsusiyyət var Səma xanım. Deyəsən sizi sıradan çıxarmaq istəyir Elvin bəy. Dünya buna doğru gedir, amma nə edə bilərik? Müsbət tərəfləri də var. Elə xərclər, bu çox önəmli bir şeydir. Bayaq vurğuladığınız 15-20 min manat xərcləmək hara, 300 dollar xərcləmək hara. Yəni arasında çox böyük bir fərq var. Düzdür, baxanda klipə odur demək olmasa da, amma düşünürəm ki, müasir dövrün tələblərindən biridir. Təşəkkür eləyirəm sizə. Sizə yeni nailiyyətlər, gözəl işlərə, ilklərə imza atmağı arzu eləyirəm. Təşəkkür eləyirəm ki, vaxt ayırdınız, bugün mənlə həmsöhbət oldunuz. Çox sağ olun, biz təşəkkür edirik dəvət üçün. Yaradıldığı gündən optimist və pessimist fikirlər səslənsə də, süni intellekt bugün texnologiyanın inkişafında mühüm yer tutur. Əsas məqsəd dünyada olan dataları toplamaqdır. Çünki bu günə qədər data bizim internetə verdiyimiz məlumatlar idi. Adımız, soyadımız, nömrəmiz, şəxsiyyət vəsiqəmizin məlumatı olsun. Artıq biz süni intellektlərə həyat tərzimiz, gündəlik işimiz, düşüncələrimiz, hər bir şeyi süni intellektə veririk. Bu özlüyündə bir data külliyyatı yaradır və artıq təsəvvür edin, bir şirkət sizin bütün şəxsi profilinizi bilir. Bunun vasitəsilə sizin növbəti nə addım atacağınızı bilir və onlar üçün çox asandır belə məlumat vasitəsilə sizin gələcəyinizə təsir eləsin, sizin qərarlarınıza təsir eləsin. Müasir dövrlə ayaqlaşmaq üçün gənc nəslin süni intellektdən istifadəsi qaçılmazdır. Elə isə gəlin görək, onu öyrənmək üçün nə etmək lazımdır? Süni intellekt sizdən bir mesaj kənardadır. Bunun üçün hər hansısa bir texniki biliyə ehtiyacınız yoxdur, hər hansısa kursa getməyə ehtiyacınız yoxdur. Sadəcə mövcud tətbiqləri yükləyirsiniz. Süni intellektlə danışmaq lazımdır və süni intellektin istifadəsində ən böyük faktor və istifadəçiləri bir-birindən ayıran prompt mədəniyyətidir. Yəni ona veriləcək təlimat mədəniyyətidir. Bunu təkmilləşdirməliyik öz üzərimizdəki süni intellekti daha yaxşı başa salaq və ondan daha yaxşı nəticə əldə edək. Yoxsa sadə sözlərlə, sadə promptlarla süni intellektdən o qədər də effektiv nəticə əldə etmək olmur. Məsələn, daha professional səviyyədə istifadə etmək istəyirsənsə, süni intellektə müəyyən bir məlumat bazası göndərsən, o məlumat bazasını oxuyur, analiz edir və onun əsasında başlayır sənə məlumatlar verməyə. Bugün dünyada süni intellektlə bağlı bir çox startap layihələrin şahidi oluruq. Elə müsahibimiz də həmin startap layihələrdən birinin müəllifidir. Biz 2024-cü ilin noyabr ayında ilk dəfə bazara daxil olduq. Hətta bu test mərhələsində daxil olmuşduq. Biz 3 gün ərzində 1000-dən çox qeydiyyat əldə elədik. Əlbəttə ki, ilk biznes və ilk bazar girişi olduğundan müəyyən problemlər oldu. Bununla bərabər narazılıq da gəldi.
Amma narazılıqla bərabər razılıq qalanlar da oldu. Çünki bazarda bu tipli layihələr çox azdır və onların da demək olar hamısı xarici ölkələrdədir. Və bizim ölkədə aynısa ilk layihədir ki, bu tipli imkanlar təqdim eləyir. Startupın xüsusiyyəti ən yaxşı süni intellekt modellərinin bir yerdə birləşdirilməsidir. Həm ChatGPT-dəki, həm Cloud-dəki, həm də fərqli şəkil modellərindəki imkanları bir yerə birləşdirmişik. Lakin startupın imkanları bununla bitmir. Aynısa startupında biz insanlara xüsusi Chrome qoşması icazə veririk ki, bu da onlara süni intellektdə imkan verir ki, hər zaman əllərinin altında olsun. Hal-hazırda Aynisa layihəsində 8 dil var. Yəni bizim dildən əlavə 7 dildə istifadə vermişik. Rus, İngilis, Çin, fransız, İspan dilləri və alman, həmçinin türk dili. Aynisanı bir çox sahələrdə istifadə etmək olar. Məsələn, xəbər paylaşımlarında kontent yaratmaq lazımdırsa, tez formada kontent yaratmaq olar. Əgər tərcüməçi ilə məşğulsunuzsa, tərcümə edə bilərsiniz. Əgər proqramçısınızsa, kod yazdıra bilərsiniz. Əgər siz biznes qurmaq istəyirsinizsə, ideya tapmaq üçün istifadə edə bilərsiniz. Əgər blogla məşğulsunuzsa və ya Instagramda sosial media menecerliyi ilə məşğulsunuzsa, o zaman şəkil hazırlada bilərsiniz. Gələcəkdə əlavə imkanlardan biz istəyirik ki, proqramçılar üçün xüsusi proqram olsun və onu öz işlərində daha rahat istifadə edə bilsinlər. Məsələn, bu dəqiqə Kursor deyilən süni intellekt layihəsi var, daha qlobal layihədir. Biz onun yerli bazarda proqramçılar üçün istifadə versiyasında düşünürük. Həmçinin bizdən B2B xidməti, yəni biznes kimi xidmət istəyirlər və planlarımızda var ki, il sonuna qədər şirkətlərimizə xidmətlər verək. Deyilənə görə 2030-cu ilədək süni intellekt səbəbindən dünyada işləyən əhalinin 1/3, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq. Bu haqda bizim ekspertimiz nə düşünür? Artıq bir süni intellekt bəzən ofisdə 3 işçinin, 5 işçinin görə biləcəyi əqli əməyi əvəz edə bilir və spesifik sahələr var ki, bu istər jurnalistikada olsun, istər tibbdə olsun, istər təhsildə olsun, o sahənin müəyyən peşələrini rahatlıqla sıradan çıxarda bilər. Məsələn, jurnalistikada korrektorların işidir, tərcüməçilərin işidir. Ən böyük problem məsələn tərcüməçilərlə bağlı olacaq ki, dil modelləri inkişaf elədikcə artıq tərcüməçilər ümumiyyətlə işlərini itirəcəklər. Taksi sürücülərini qeyd elədik, redaktorlar, korrektorlar qeyd elədik. Copycat dediyimiz media var ki, hansı ki, məlumatı kopyalayır, paylaşır, press release paylaşır. O sahəndə böyük təhlükə gözləyir ki, bunu birə-bir süni intellekt əvəzləyə bilir. Artıq daha yaradıcı işlər ön plana çıxacaq, unikal işlər, insan zehninə dayanan yaradıcı təfəkkürün məhsulları daha çox ön plana çıxacaq. Çünki yaradıcı süni intellektin də istinad nöqtəsi insan yaradıcılığına dayanır. Yəni istər bu rəssamların əsərləri olsun, istər bəstəkarların bəstələri olsun və yaxud da ki, jurnalistlərin tərəfsiz yazıları, öz mövqelərini ortaya qoyduğu məqalələr olsun. Yəni bu davamlı olaraq süni intellekt tərəfindən inkişaf elətdirilə bilməz. Sözsüz ki, insan əməyi olmalıdır, insan zehninin məhsulu olmalıdır ki, süni intellekt onları referans alaraq onu inkişaf elətdirsin. Ona görə də düşüncə tələb edən işlərdən daha çox gündəlik operational işlər deyirlər ingilislər buna. Həmin işləri əvəzləyəcək süni intellekt və təbii ki, burada bir nüansa diqqət eləmək lazımdır. İnsanlar iş yerlərini o halda itirəcəklər ki, onlar süni intellektlə işləməyi bilməyəcəklər. Yəni süni intellektlə işləyə bilən kadrlar, işləyə bilməyən kadrlara nisbətdə daha yaxşı iş tapa biləcəklər. Yəni fərq bundan ibarətdir. Məşhur nəzəriyyatçı fizik Stephen Hawking hesab edir ki, süni intellekt insan irqinin sonunu gətirə bilər. Elon Musk və bu sahədə çalışan bir neçə böyük alim də eyni fikirdədir. Skype proqramının yaradıcılarından Jan Tallinn isə belə nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Ultra ağıllı süni intellektlər təkamül inkişaf nərdivanında yerini tutacaq və biz qəfəsdə olan meymuna necə baxırıqsa, onlar, yəni süni intellekt də bizə o gözlə baxacaq. Bunu Jan Tallinn deyir. Elon Musk'ın XAI-dan son süni intellekti Grok son təkmilləşdirmədən sonra demək olar ki, GPT səviyyəsinə gəlib çatdı və belə deyək, dil modelini kifayət qədər təkmilləşdirdi. Artıq Azərbaycan dilində rahat anlaya bilirlər.
Və bu da internetdə olan bəziləri məlumatlara əsaslanır və internetdə təbii ki, təhrif olunmuş məlumatlar da çoxdur. Yəni tam olaraq süni intellekt o məlumatları referens alanda çalışır ki, etibarlı mənbələrə istinad eləsin, reytinqi yüksək olan mənbələrə istinad eləsin. İstənilən halda süni intellektin səhv etmək ehtimalı və yaxud da ki, yanlış məlumat vermə ehtimalı həmişə var və həmin o şirkətlər də bunu etiraf edirlər ki, bu normal bir haldır və bunun yoxlanılması yenə də insan faktoruna dayanır. Düşünürəm ki, bizi süni intellektdən fərqli edən ümidlərimiz, xəyallarımız, duyğularımız, ən əsası ruhumuz var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Yaxşısı budur, biz cəmiyyət olaraq süni intellekt alətlərindən istifadə etməyi öyrənək və süni intellekti özümüzdən kənarlaşdırmayaq. Məncə gələcəkdə nə olursa olsun, insan ruhsuz və duyğusuz robot və maşından həmişə bir addım öndədir. Bizdən bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənədək. Hələlik.